Hə, hə, geri sayma burada. Həsr. Alındı elə, başlayır. Yaxşı qadası. Mənə de görüm qadası, ən son nələrdə qalıbsınız? Hara kimi gəlibsiz? Nə keçibsiz? Hə, hə, bildim, bildim. Ümumi kimyanı işləyirsiniz də. Belə qadası çox qarışıq gedirsiniz. Yəni mənə görə problem yoxdur, nətər siz gedə bilərik. Prosto sadəcə yəni sizə nətər rahatdır? Yəni elə forma rahat idimi? Elə formada yəni ki, hər dəfə bir bölmədə. Problem yoxdur. Yəni deyirəm çatdıra bilərsinizmi? Yəni ki, məsələn, bu gün bir gün keçdik ümumi kimyadan, bir gün elementlər kimyasından, bir gün məsələn üzvi kimyadan. Yəni xoşdursa da mənim üçün lap xoşdur, yəni problemi yoxdur. Əsas mən istəyirəm sizə rahat olsun. Yəni siz özünüz də bir konsepsiya seçin ki, məsələn, müəllim bax bizə bu dediyinizdən bu rahatdır. Ya istəyirsiniz ki, ümumi kimyanın elementlər kimyasını keçək, ən azı ümumi kimyanı bitirək, ümumi kimyanı. Daha sonra elementlə üzvi kimyanı mən də onsuz da elə aparıram. Məsələn, bir gün elementlər kimyası keçirəm, 2 gün üzvi kimya. Çünki üzvi kimya biraz çox düşür deyə suallarda. Elementlər kimyasını onsuz bir dənə bölmə keçəndə nə qədər sual edir də özün bilsən. Bir dənə böyük bölməni keçdik, nə qədər güvəndə diyeyim suallar olur. İndi istəyirsiniz ki, yəni sizə rahat olacaqsa əgər, ümumi kimyanı bir dənə tez bitirək sürətlə. Hə, ondan sonra elementlə üzvi kimyanı bölüşərik. Bir gün, element, 2 gün üzvi kimya. Yəni mən onsuz da 11-lərdə elə eləyirəm. Yəni ancaq ümumi kimya qurtarandan sonra təmiz. İndi bu, yəni yenə deyirəm, mən universal formada təklif eləyirəm. Sizə hansı mən seçim şansını, yəni sizə də buraxıram ki, özünüzə uyğun gələn seçin. Ya belə variant var, ya da ki, hər bölmədən ümumidən bir bölmə gündə, bir dərs ümumi, bir dərs elementlər, bir dərs də üzvü. Əgər sizə problemi yoxdursa, yox problem olacaqsa da, narahatçılıq, yəni qarmaqarışıq olursa da, ən azından ümumi kimyanı tez qutaraq, dalınca da elementlərlə keçək, belə deyək də, üzvü kimya. İndi ümumi Bura beləyək də istəyirsiniz. Yəni bir dəfə də biz cəhd eləyək. Məsələn, 1 həftə, 2 həftə belə keçək. Əgər çatdırsanız lap yaxşı. Çatdırammasaz da qayıdarıq ən azından ümumi kimyanın hamısını qurtararıq. Ondan sonra elementlərindən üzvü kimyanı bir apararıq. Bir dərs biri, 2 dərs biri. İndi ən azından məsələn ümumi kimyadan ən son harda qalmış dediniz? Ümumi kimyanın başlanğıc bölümü. Qazların sıxlığı, yəni eyni dərsdə 3 bölmə veribdir, yoxsa hərəsinin ayrı-ayrı dərslərdə? Bildim. Yəni ki, ən azından bir dərsdə onda məsələn 3 bölmə keçirdi, belə deyək. Həm baxaq qardaş, yəni prosto yəni çatdıra bilsəz lap yaxşı. Çatdıra bilmək məsələsi var, ona görə qalmışam. Məsələn, bunlar keçirsiniz də, kimyəvi təhnliklər, kimya hadisələri, mol maddə miqdarı, Avoqadro qanunu, kimyəvi reaksiya növləri, bunları bitiribsiz. Hə, onda belə də qadası, əsas sizsiniz. İndi siz özünüz harda qalıbsınız onda ikiniz də? İkinizin qaldığınız ümumi kimyədə hansı bölmədir? Ən son qaldığınız bölmə. Hə, onda belə də qadası. Yəni siz əgər, geridə qalıb çatmağa çalışırsınızsa da, yəni burda bizim elə bir qorxumuz, təhlükəmiz yoxdur ki, ondan sonra da başdan başlayaq, ilk anlayışdan belə gələk. Yəni mən sizə görə qrup açmışam ki, yəni sizə rahat olsun. Yəni bizdə belə bizim burada tələskənliyimiz yoxdur bir dəqiqə. Yaxşı qardaş, ilk anlayışları tam oxuyubsuz özünüz, bitiribsiz, yoxsa hələ oxuyursunuz eləcə? Testləri işləmisiniz də hələ ki ümumiyyətlə? Hə, hə. Hə, bunun izahə ehtiyac varmı özün bax gör, yəni ilk anlayışda nəsə bir çətinlik bölümü var idisə? Hə, indi ilk anlayışlar onda rahat gedirsə, ikinci atomun quruluşu, dövr sistem dövrü qanunu. Buna başlayaq onda bir dənə.
Bunu izah eləyim, ondan sonra keçək testlərinə. İlk anlayışlarda nə sualın var, onun suallarına baxaq. Bir də atomun quruluşundan dövr sistemi. Yaxşı, başlayaq. Deməli, birinci başlayırıq atomun quruluşundan. Qısa konkret başlayaq. Ümumiyyətlə, belə deyək, birinci növbədə, belə deyək də, eee, de sən görmürsən elə? Hə, yəqin bayaq dayandı, ona görə. Hə, hə, bayaq dayandı. Yaxşı, bir paylaşım eləyək, başlayaq. Aha, başladı. Dəqiqə, bir dəqiqə, bir dəqiqə. Aha. Deməli, atomun quruluşu, atomun tərkibi haqqında, atom haqqında ilk təsəvvürlər ən birinci, belə deyək, Yunan, tarixindən başlayır. Yunan filosofu Demokrit demişdi ki, elə bir zərrəcik var ki, artıq onu bölmək olmur, o bölünməyən zərrəcikdir. Daha sonra isə bunun, bu fikri uzun müddət qəbul olundu. Daha sonra orta əsrlərdə artıq daha birinci növbədə İslam alimi Cabir ibn Həyyan adlı və yaxud da, Qaber adlı bir İslam alimi deyib ki, elə bir zərrəcik var ki, o bölünəndir. Sadəcə onu bölmək üçün çox böyük enerji lazımdır və bu, konsepsiya qəbul olundu ki, sonralardan bəli, başa düşüldü ki, bəli, bu atom imiş. Hətta o deyib ki, elə bir zərrəcik var ki, məsələn, dəmirin bir atom parçalasaq, Xorasan şəhərini 2 həftəlik işıqlandırmağa enerji bəs edər, yəni enerji verər. Bunun fikri daha sonra John Daltondur, və digər tərəfindən araşdırılırdı, yəni, əlaqəsi olmadan və sonra isə 19-cu, 20-ci əsrlərdə şüalanma hadisəsi, elektroliz hadisəsi, rentgen şüalanması, beta qamma şüalanma, elektronun, əlavə kəşfi xüsusi olaraqdan, nüvənin kəşfi sübut elədi ki, həqiqətən də atom bölünən zərrəcikdir. Deməli, atomun tərkibi və yaxud da quruluşu haqqında, nəzəriyyələr, birinci nəzəriyyə misal üçün Bohr modelidir ki, kürə formasında qəbul olunubdur. Daxilində nə olduğu bilinmir. Ondan sonra məsələn, Dalton modeli olubdur. Deyib ki, atom bir keksə oxşayır, üzərində şokolad qırıntıları var. Bu da ki, onun, yəni zərrəciklərin belə deyək də, paylanmış elektronlardan, ancaq nüvə haqqında məlumat deyə bilməyibdir. Daha sonra isə Rutherfordun şəkildə gördüyümüz, atomun planetar modeli, planetlər modeli artıq daha belə, təkmilləşmiş formaya çıxdı və bundan sonra da, Heisenberg adlı bir ingilis alimi deyib ki, atomun daxilindəki elektronlar elektron buludda yerləşir. Yəni onların konkret bir yeri yoxdur, bilinmir. Yəni yeri var, daha doğrusu onu biz deyə bilmirik. Sadəcə həmin yerdə elektron olma ehtimalı 99%-dən çoxdur və buna deyiblər elektron bulud sahəsi. Deməli, Rutherfordun sadə modeli nədir? Mərkəzdə nüvə yerləşir və nüvə ətrafında isə belə deyək, elektronlar, müəyyən təbəqələrdə elektronlar dövr edir və, burda da avtomatik deməli atomun, belə deyək də, bu qayğı qələm aktivləşdirək. Dəqiqə. Bu açılma qoydasın, bu təzədən bir dəfə açsın. Bir gözlə qodası. Bu da bu dedim qələmlə yazarıq. Yox, yox, bu da hələ hələ qələmi bu da aktivləşdirirdik. Yaxşı, olmadı. Bir də. Bir təzədən qosaq. Tamam. Təsdiqləmir bunu. Vurmadı.
Arkadaş belə deyək, yəni bu formada qeyd eləyək. Hə, deməli kaldığımız yerdən davam eləyək. Deməli belə. Hə, deməli bu belə qəbul olundu ki, rezerv modeli daha bir təkmilləşmiş model olmasa da daha uyğundur, daha sadədir. Bəli, mərkəzdə yerləşən, deməli dedik mərkəzdə nüvədir və nüvə ətrafında isə elektron buludlar olur, elektron təbəqələr olur. Nüvədə proton və neytron yerləşir, nüvə ətrafında isə müəyyən səviyyələrdə enerjiləri bir-birinə yaxın olan elektronlar yerləşir və burada əsas məsələ nədir? Deməli dedik ki, mərkəzdə nüvədir. Nüvə əsasən atomun əsas kütləsini təşkil edir. Baxmayaraq nüvənin ölçüsü, belə deyək də, nüvənin ölçüsü 10^-13 santimetrdir. Ancaq atomun ölçüsü isə 10^-8 santimetrdir. Yəni atom nüvədən 100.000 dəfə böyükdür. Yəni nüvəni məsələn bir stadion qədər atom böyütsək, onun nüvəsi alma qədər böyüyər. Deməli, atomun tərkibində əsas hansı zərrəciklər oldu? Dedik ki, atomda əsas zərrəciklər sistemləşdirək. Atomun əsas zərrəcikləri mərkəzdə nüvədir və nüvə ətrafında isə elektronlar hərəkət edir. Deməli, nüvənin tərkibi sonra araşdırıldı ki, mürəkkəbdir. Nüvənin tərkibi proton və dedik ki, neytrondan təşkil olunubdur və nüvə ətrafında isə elektronlardır. Əsas kütlə mənbəyi proton və neytrondur. Çünki gördüyümüz kimi proton işarəsi P, neytron N, elektron E, kütləsi və yükünü və kütləsini qeyd eləyək. Protonun yükü müsbət 1, kütləsi 0, təqribən 1/836. Neytronun kütləsi, yükü 0, kütləsi 1, daha doğrusu yeri dəyişdi. Deməli, protonun kütləsi 1, yükü 1, müsbət 1 yük, kütlə 1. Neytron yükü 0, kütləsi 1, elektronun yükü -1, kütləsi 1/1836, təqribən 0 qəbul olunur. Sonra gəldik, deməli, burada nəyə? Proton, elektron, neytron haqqında məlumatları biləndən sonra baxırıq ki, əsas kütlə mənbəyi nədir? Əsas kütlə mənbəyi dedik ki, elə protonun və neytronun özüdür. Çünki proton və neytron əsas kütləyə malik olan bir hissəciklərdir. Təsdiqlə də bu ekran. Sonra qardaş, burada nəyə baxırıq? Deməli, dövri sistemi haqqında məlumatları deyən zaman, orada məlumatlar geniş verəcəm. Deməli, elementin, belə deyək də, ayağındakı sıra nömrəsi, məsələn, işarəsi ayağındakı rəqəmi. Bu nəyi bildirir? Bu həm proton sayıdır, həm elektron sayıdır, həm də ki, nüvə yüküdür. Yəni, nüvəsində olan protonların sayıdır. Nüvədə olan protonların sayı bərabərdir elementlərin sıra nömrəsi. Məsələn, burada 11 nəyi bildirir? 11 natriumun həm sıra nömrəsidir, həm proton sayıdır, həm də eyni zamanda atom olduğuna görə elektron sayıdır. Çünki nəyə görə? Atom elektroneytral zərrəcikdir. Yəni atomun nüvəsində nə qədər proton varsa, nüvə ətrafında da bir o qədər elektron olmalıdır. Çünki atomun yükü sıfırdır. Atomlar, element atomu bu vəziyyətdə elektroneytraldır. Onda belə çıxır ki, atomun əsas tərkibi proton və neytrondur kütlə cəhətdən. Onda istənilən atomun nisbi atom kütləsi proton və neytron cəminə bərabərdir. Çünki elektron kütləsi yoxdur. Bu məntiqlə baxırıq. Hər hansı atomun işarəsini qeyd eləsək, X elementin işarəsini, bilirsiniz ki, elementin işarəsi latınca qeyd olunur. Latınca adının baş hərfindən. Əgər bir neçə elementin baş hərfi eyni olarsa, bu zaman ikinci hərf istifadə olunur ki, element seçib fərqləndirilsin, yəni individual olsun. Deməli, dedik ki, X elementinin yuxarıda nisbi atom kütləsi, orta hissə neytron sayısı, aşağı proton sayısı. Element əgər atomdursa, atomun yükü sıfırdır, atom elektroneytraldır. Yox, əgər yüklü zərrəciyə iona çevrilibsə, bu zaman bunun ion yükü olur və burada isə elektron sayısı qeyd olunur. Birinci qayda nisbi atom kütləsi bərabərdir proton və neytron cəminə. İkinci qayda zərrəcik iona çevrilirsə artıq, bu zaman proton sayısı çıxaq ion yükü bərabərdir elektron sayısı. Yox, əgər ion yükü yoxdursa, ion yükü sıfırdırsa, bu zaman proton bərabərdir elektron sayına. Yəni bunu belə isbat kimi yazırıq ki, bəli, ion yükü yoxdursa da P bərabərdir Y. Bu zaman nə olur? Atom elektroneytral zərrəcik olur artıq. Bizə lazım olan əsas düstur biri budur. Nisbi atom kütləsi proton neytron cəminə bərabərdir. Bir də ki, proton elektron cəminə bərabərdirsə x sıfırdır. Yox, əgər x-in qiyməti varsa da P çıxaq x bərabərdir Y. Burada x nədir? İon yükü. İon yükü. Belə. İndi baxırıq burada. Misal üçün, məsələn, burada verilən misallar var da sadə formada. Elə belə baxaq.
Yəni sən özün də belə deyə bilərsən, fərqlidir. Bir də mən deyim, qalanları sən de yaxşı. Məsələn, natrium 11, 12. Aşağıda yazılan proton sayı, orta hissə neytron sayısı nisbi atom kütləyə bərabərdir. Proton neytron sayına, yəni 11, 12, 23-ə. Özün də qadas tez-tez. İndi məsələn, xlor. İzah elə. Aha, nisbat aha, neytron sayı neçə eləyir? Aha, bəs elektron sayısı xlorun? Bəli, nəyə görə? Çünki elektron neytraldır deyə P bərabərdir. Bəli, P bərabərdir Y-yə. Sonra kaliumda nəyi veribdir? 39 nisbi atom kütlə, 20 neytron, proton sayı neçə eləyir? Ay sağ ol. Sonra keçdik, deməli, atomlarda bəzilərində bir qrup atomlardakı eyni olan zərrəciklərin sayına görə qruplaşdırma. Deməli, qısa konkret deyək, proton sayısı eyni olanlar, bir neçə atomun proton sayısı və yaxud da atomdursa elektron sayısı eyni olanlar izotop atomlar. Yəni proton sayı bərabərdirsə, həmçinin də deməli bunun elektron sayı bərabərdir atomlarda. Neytron sayısı eyni olanlar dedik izoton, izo eyni yer tutan deməkdir. Neytron sayı, elektron sayısı eyni olan iyonlarda isə elektron sayısı eyni olanlarda izoelektron. Bir də nisbi atom kütləsi ayrı eyni olanlar var, nisbi atom kütləsi izobar. İzobar. İzo eyni yer tutan, eyni miqdar. Ayır da ki, burada da saxlayaq. Arı, ayır. İzobar, ar sözü ayır. Yəni, baros latınca atom deməkdir. Məşhur izotoplardan, deməli, hidrogen izotoplarından protium, deuterium, tritium qeyd olunur. Dedik ki, protiumun 1 proton, 0 neytron, 1 atom kütlə. Deuteriumda H və ya D ola bilər. 1 proton, 1 neytron, 2 atom kütlə. Tritiumda H və ya T, 1 proton, 2 neytron, 3 nisbi atom kütlə. Ən geniş yayılmış protiumdur və hidrogenin protium izotopunda yeganədir ki, neytron yoxdur və təbiətdə ən geniş yayılmış hidrogen izotopudur. Həmçinin də deuterium hər 100.000 su molekulundan birində olur, yəni 1 su molekulunun daxilində olur. Bunun daxil olduğu su D2O ağır su adlanır. Əsasən nüvə reaktorlarında və tibbdə istifadə oluna bilər, dezinfeksiya maddə kimi. Tritium radioaktivdir, tez parçalanır, ona görə də bu AES-lərdə istifadə olunur, yəni atom elektrik stansiyalarında istifadə olunur. Yəni uzun ömrü olmur və təbiətdə sərbəst halda yoxdur. Bəli, bu da bunun görsəm modelləridir. Protium, deuterium və tritium. İşarəsi olmayan yüksüz neytrondur, müsbət protondur və proton sayı qədər ətrafında elektronlar var. Bütün izotoplarda neçə proton varsa, o qədər elektron var deyə hamısında elektron sayısı eynidir. Məsələn, qardaş, buna baxaq. Ən çox sual bundan düşür belə qrafikdən. Deməli, Rene-Descartes koordinat sistemidir. Burada ən rahat qayda nədir? Deməli, X, Y, Z, T yazırıq. Qrafikin kəsməsinə görə X-in proton sayısı 20, neytron sayısı 20, nisbi atom kütləni qeyd eləyək 40. Y-in nisbi atom proton sayısı 19, neytron sayısı 21, 20 daha doğrusu. Neytron sayısı, nisbi atom kütlə 39. Z-in də ki, proton sayısı 19, neytron sayısı 21, nisbi atom kütlə 40. T-də isə 18, neytron sayısı 22, nisbi atom kütləsi isə yenə 40. Özün də qadası, izotoplar hansılardır? Bəs izoton? Ay sağ ol. Bəs izobar? Bəli. Sonra gəldik burada, deməli, səncə burada izoelektron olanlar varmı? İzoelektron. Bəli, ona görə də protonları eyni olanlar izotop atomlar, bəli, həm də izoelektrondular, yəni atomar formada olanda. Əlbəttə ki, iona çevrilən zaman eyni şey ola bilməz. İndi gəldik iyonlara. İyonlar nəyə deyilir? Qısa konkret deyək, yüklü zərrəciklər, yəni əlavə elektron alanlar və ya özündən əlavə olaraqdan özündəki elektronları verənlər yüklü zərrəciklərə, yəni iyonlara çevrilir. İyonlarda iyonu yükünə görə ikiyə bölünür. Deməli, müsbət yüklü kation və mənfi yüklü anionlar. Katyonda qısa konkret proton sayısı elektron sayından çoxdur, anionlarda isə proton sayısı elektron sayından kiçikdir. Anion və katyonlar içərisindəki atomların sayına görə, növünə görə ikiyə bölünür. Var tək atomlu anion və ya katyon, bir də var çox atomlu anion və ya katyonlar. Anion da onun kimidir, var tək atomlu, var bir də çox atomlu anion və katyon.
Anyonlar. Tək atomlu katyonlarda bir növ atomdur, bir növ atom. Məsələn, deyək ki, bir növ atom olan, tərkibində bir növ atom olan. Məsələn, kalsium. Kalsium 2 müsbət, tək atomlu katyon. Çox atomlu katyon nədir? İyon yükü müsbətdir və iyonun içərisində birdən çox atom var müxtəlif növdə. Məsələn, NH4 müsbət, ammonium iyonu. Anyonlar da onun kimidir. Məsələn, deyək ki, çox atomlu anyon birdən çox atom və iyon yükü mənfi. Tək atomlu anyon isə məsələn deyək ki, xlor 1 mənfi və ya mənfi eləcə. Bəli, bunlar belə təsnif olunur. Anyon və katyonlarda əsas nəyə baxırıq? Proton, iyon yükü və elektron arasındakı əlaqəyə. Məsələn, gəl birinə baxaq. Birinci başlayaq tək atomlu. Məsələn, tək atomlu katyon. Deyək ki, kalsium 2 müsbət. Bunun proton sayısı deyək 20-dirsə də, elektron sayısı proton çox iyon yükü 18. 20 neytron, 40 atom kütlə. Və ya çox atomlu katyon. Misal üçün deyək ki, NH4 müsbət. Çox atomlu iyonlarda, katyonlarda elektron sayı tapmaq üçün iyonun daxilindəki protonların cəmini toplayırıq atomlardakı. Deməli, bir azotda 7 proton var, bir azot var burada. 1 vıraq 7, indeks vıraq proton sayısı. 4 hidrogen var. Hər hidrogenda 1 proton var. 4 vuraq 1. Cəbri cəm çıxılsın iyon yükü, yəni müsbət. Çıxaq 1. O da edir 10, 11, çıxaq 1, 10. 10 elektron. Eyni prinsip, eyni analogiya həmçinin aiddir çox atomlu iyonlara. Çox atomlu iyonlarda da eyni qayda olur. Çox atomlu anyonlarda. Məsələn, SO4 2 mənfi. Deyir buradakı məsələn, yekun elektron sayını tap. Bir kükürddə 16 proton, bir oksigen 8 proton. Daxildəki atomların indekslərini proton sayına vurub toplayırıq. Bir dənə kükürdün 16 protonu, bir oksigendə 8, 4 oksigen, 4 8, 4 vuraq 8. Çıxaq iyon yükü, çıxaq mənfi 2. Bu da bərabərdir 16, 32, 48, üstə gələk 2 mənfi olduğuna görə bərabərdir 50. Yəni burada ən çox düşən sual forması budur. Yəni bu da ən rahat yolu belədir. Bu da oldu çox atomlu anyonlar. Sonra gəldik. Düsturu demişdik. Deyir qardaş, özün bir dənə bax məsələn, burada nəyi tapmaq olar? Nəyi veribdir? 18 nədir? Kalium. Özün aha. Proton sayını hesabla onda. Bəs, neytron sayı verib də burada 20. 20 hasi oldu. Nisbi atom kütlə 39. Yəni eyni misallar formasındadır, eyni qaydada. Məsələn, burada bir ikisinə baxaq tez. Nə deyir? Natrium 11, 23-də nüvəsinin yükü. Nüvə yükü nəyə bərabərdir? Protonların sayına, yəni 11-ə. Flor 9, 19, 1 mənfi, alüminium 13, 27, 3 müsbət. İyonlarında nə eynidir? Proton sayı müxtəlifdir, baxırıq. Nisbi atom kütləsi bəli.